Hürmetli dostlar, bugün bizim filarmoniyamızda çok güzel bir akşamdır. O kadar gül çiçek, o kadar güzel insanlar yığışıb bura, bizim hürmetli Hacı Maili təbrik eləsinlər. Mən də çox şadam ki, bu gözəl akşamı açmaq mənə nəsib oldu. Biz Hacı Maili çoxdan tanışıq və bizim Azərbaycanın Türkiyə ilə mədəni əlaqələrin bəlkə təməlini qoyanlardan da biri Hacı Mail olub. Biz elə neçə illər bundan bəri Türkiyədə bizim mədəniyyətimizi göstərmək üçün sərgilər təşkil edirdik, konsertlər təşkil edirdik və biz həmişə Hacı Maila buna görə minnətdarıq. Bugün görürsünüz nə qədər yəqin ki imkan olsaydı bu filarmoniya 2 qat bundan dolu olardı və bundan da geniş, böyük salonlar da bugün dolu olardı. Ona göre ki Hacı Mail halktan çıkan güzel bir ziyalıdır, güzel bir insandır, güzel bir şairdir, güzel bir Füzuli şunastır. Ve hamınız bilirsiniz ki UNESCO tarafından, Türksoy tarafından 95. yıl Füzuli ili kimi bütün dünyada elan olunub. Irak'ta, Türkiye'de, Rusya'da Füzuli bayramları keçib ve bunların hamısının iştirakçısı da Hacı Mail olub. Ve bundan sonra da bilirsiniz ki Bakıda elə Füzulinin bayramları qabaqdadır. İnşallah onları da böyük təntənə ilə qeyd edəcəyik. Və bugün yəqin ki Hacının haqqında burada gözəl sözlər deyiləcək, gözəl mahnılar səslənəcək, gözəl şeirlər söylənəcək və bugün gözəl bir akşam olacaq. Mənə icazə verin, Prezidentin nümayəndəsi Fatma xanım Abdullazadə buradadır. Şəhərin icra başçısı Rafael müəllim buradadır. Bizim ticarət nazirimiz Miri Qambarov buradadır. Gənclər və İdman naziri Əbülfəz Qarayev buradadır. Bunlar hamı məndən xahiş ediblər ki, mən bu dövlət adamları adından bugün Hacını təbrik edim. Ona can sağlığı, yeni uğurlar və inşallah həmən bu filarmoniyada bunun 100 illiyini biz qeyd edək. Çok sağ olun. Ve bu akşamı aparmak için ben sözü bizim hürmetli şairimize Zəlimxan Yaquba vermək istəyirəm. Buyurun. Bu meydan, bu da sen. Möhtərəm məclis üzvləri, babalarımızın müqəddəs bir kəlamı var. 3 məqamda insan dili qeybət, insan ürəyi nifrət tanımır. Ana balasına layla çalanda, sevgililer ilk dəfə görüşəndə, ürək musiqinin sehrinə düşəndə, bu ilahi duyguların hamısı bu gece bu zalda, sizin baxışlarınızda, çöhrələrinizdə, könlünüzdə, varlığınızdadır. Hacı Mailin bu filarmoniyada keçirilən dövlət səviyyəli mötəbər məclisindən əvvəl Azərbaycanın müxtəlif rayonlarında çox yüksək səviyyəli əhl-i ürfan məclisləri keçirmişik. Bugün mənə belə gəlir ki, Hacı Mailin şəxsində Füzulinin bayramıdır, Seyyid Əzimin bayramıdır, Vahidin bayramıdır, Füzuli ədəbi məktəbinin davamçılarının, layiqli övladlarının, mənəvi balalarının bayramıdır, musiqimizin bayramıdır. Ona görə ki, Hacı Mail, Kərbəlayı Mail, şair Mail, alim Mail, bunların hamısının arxasında bir şəxsiyyət Mail dayanır. Əgər belə olmasaydı, bugün bu zal bu kadar ışıklı, bu kadar zengin, bu kadar təravətli olmazdı. Ben baxıram bu zala, ürəyim dağa dönür. Bu zal bugün Gülüstana oxşuyur ve Hacı Mail bana icazə verər ki, onun 60 illik çox mübarək məclisini Dədə Füzulinin misralarıyla başlayayım. Razıyam könlümü bir zülfü sistemkar apara,
Sına hər parəsini zülfdə bir tara para. Qəlbimin qanını tökdüm sər koyunda bütün. Nə qədər qəm yükünü bəs bu dili zar apara. Şamın ətrafını ey gül gecə çox seyr eləmə. Qoyma kölgənlə yanan qəlbimi divar apara. Şaddır indi Füzuli kim tapıb kuyuna yol. Xoş o bülbül ki onu gülşənə gülzar apara. Bu gecə Mail adlı bir gülzar bizi poeziya gülşəninə, musiqi gülşəninə, bir ömrün 60 illik pilləsində mənəviyyatımıza, kökümüzə, klasik ədəbiyyatımıza, divan ədəbiyyatımıza, qəzəl incilərinə qovuşturmaq üçün Mailin nəfəsi, şairliyi, alimliyi və nurlu siması, gözəl şəxsiyyəti bugün Azərbaycanın qaymaq ziyalılarını bu zala toplayır. Bugün bu zalda müğənnilərin ən gözəlləri, şairlərin ən gözəlləri, ağsaqqalların ən işıqlıları, dövlət adamlarının ən mötəbərləri bu məclisdədir. Bu nədir? Bu xalqın sözünə verilən qiymətdir. Sözə qiymət verirsənsə, özünə qiymət verirsən. Bugün Azərbaycan xalqı belə mötəbər məclisləri keçirməklə sözünə qiymət verir, özünə qiymət verir, şair övladlarının, sənətkar övladlarının fəaliyyətinə, qiymət verir. Ona görə bugün Füzulinin ruhu şad olsun. Bugün bütün klassiklərimiz sevinir. Çünki bugün burada iştirak edən müğənnilər 1000 illik, 2000 illik adət-ənənəyə malik olan Azərbaycan poeziyasını Mailin dilindən, Mailin ifasında sizə təqdim edəcəklər. Mən ürəkdən qardaşımızı, dostumuzu, ustadımızı, xeyirdarımızı, söz sərrafını, söz zərgərini, Füzuli xəstəsini və bizi də xəstələndirən Füzuli xəstəliyinə salan Hacı Maili ürəkdən təbrik edirəm ki, onun 60 illiyi belə mübarək səviyyədə keçir. Və bu məclis adicə poeziya məclisi deyil, dədə-baba dilindən desək, Bakı ədəbi məktəblərinin dilindən desək, əhl-i ürfan məclisidir, söz xiridarlarının məclisidir, ağsaqqallara ehtiram məclisidir. Mən də həmin ənənəni davam elətdirib, ehtiram əlaməti olaraq ilk sözü ağsaqqal xalq şairimiz, əzizimiz Qabil müəllimə verirəm. Buyursun mikrofona. Dalğalarla döş-döşə gələn gəmilərin bayrağı olduğu kimi şəxsiyyətlərin də, şəxslərin yox ha, şəxsiyyətlərin də. Çünki şəxs ayrıdır, şəxsiyyət ayrıdır. Biz hamımız şəxsiz, amma şəxsiyyət deyirik. Şəxsiyyətlərin də bayrağı var. Hacı Mail şəxsiyyətinin də bayrağı var və bu bayrağı yazılıb. Uyma imansız olan kəslərə, ey dil, əsla kişinin qəlbinə hakim olan Allah gərək. Mail İsmailoğlu Əliyev bütün Abşeronda, anadan olduğu Nərdaran kəndində, bütün Abşeronda, Bakı şəhərində, Azərbaycanın bütün ərazisində, qaçqın çadırlarında da Hacı Mail kimi tanınan bu şəxsin bayrağı Allah mührlüdür. Bugün hamı Allah'tan danışır, Peyğəmbərin şanına söz deyir, bildi, bilmədi, oxudu, oxumadı, Qur'an-ı Kərimə müraciət edir, məscidlərə gedir, hətta məscidlər tikdirir, böyük işıqlı avtomaşınlarda uzaq-uzaq ziyarətgahlara gedir, sürətli təyyarələrlə ziyarətlərə gedir. Lakin bütün bunların, bu adətlərin, bu ənənələrin qadağan olunduğu yüksək hüquq mühafizə orqanları səviyyəsində, hökumət səviyyəsində qadağan olunduğu bir vaxtda Hacı Mail müqəddəslərimizin, peyğəmbərlərimizin, imamlarımızın şanına qorxmadan,
çəkinmədən, öz halal zəhməti ilə, öz qəlbinin nuru ilə süfrələr açıldı. Söhbət bu süfrələrdəki yeməklərdən gelmir. Söhbət bu adətlərə, bu ənənələrə cəsarətlə əməl eləməkdən gedir. Hacı Mail mərsiyələri toplayırdı, mərsiyə yazırdı. Hacı Mail gəncləri, cavanları etiqada, əqidəyə, elmə, təlim, tərbiyəyə səsləyirdi. Hacı Mailin Nərdarandakı mənzili Zəlimxan doğru dedi ki, o vaxtın Gülüstan, Məclis-i Şüvara, Məclis-i Xamışan və bu cür şehir məclislərinə, müdriklər məclisinə çevrilirdi. Hacı Mailin mənzilində Füzulinin beytləri təhlil edilirdi. Hacı Mail Füzulilərlə, Nəsimilərlə, Vaqiflərlə, Seyyid Əzimlərlə, Sabirlərlə, nəhayət vahidlərlə bizim bu saatimizi, bu günümüzü, bu müasir ədəbiyyatımızı birləşdirən canlı bir körpüdür. Hacı Mailin şəxsiyyəti nə qədər əzizdir, o bu sizin şəxsinizdə. Burada çox seçmə adamlar, həm də hökumət adamları da o xasiyyətinə görə, insaniyyətinə görə bizim hər birimiz kimi səmimi adamlardır və şeiri, sənəti başa düşən adamlardır. Hacı Mail müəllimdir, Hacı Mail xeyirxahdır. Hacı Mailin Füzulişünaslığını mən gözümün qabağına gətirəndə mənim yadıma Əli Fəhmi düşür, mənim yadıma Mirzə Cavad düşür, mənim yadıma başqa Həmid Araslı düşür, Mirzə Feyzullah Qasımzadə düşür, Mirzə Quluzadə düşür, Ələcdər Səyidzadə düşür. Bizim bu qocaman Hacı Mailin də sələfləri sayılan bu qocaman Füzulişünasların bu günləri davamçısı və o davamçı ola ona orijinal axtarışlarıyla, orijinal tədqiqatlarıyla Füzulişünaslığa əlavələr edən bu kişi, bu şəxsiyyət öz 60 yaşını əli dolu gəlir. Onun qəzəlləri çap olunub. Mən bu qəzəlləri neçə gündür oxuyuram. Nərdaranda, Maşrağada onun qəzəlləri oldu. Bu qəzəlləri mən sadəliyinə görə, məzmununa görə ancaq Əliyağa Vahidin qəzəlləri ilə müqayisə edərəm, müasir o ölçülər baxımından. Mən bizim Hacı Maili bütün Azərbaycanın yazıçıları adından, şairlərimiz adından, hamımızın adından, öz adından, ondan bir 10 yaş, 9 yaş, 10 yaş böyük kimi, ama onun başındaki papaq onu da benden çok müzik göstərir ve o papaq da ona yaraşır. O papağı da papaq xatirinə, dəb xatirinə görmür. Onun başındaki papaq kişi papağıdır. Hacı Mail'e eşk olsun, onu tabut ediyor. Mən üzr istəyirəm, məcburiyyət qarşısında bəri başdan bir fikri işlətməyə borc bilirəm. Məclisimizdə söz demək istəyənlərin sayı həddən artıq olduğuna görə müğənnilərimizdən, çıxışçılarımızdan xahiş eləyirəm ki, televiziyanın imkanlarını və vaxtın bizə verdiyi imkanları nəzərə alın. Ürək sözlərinizi səmimi şəkildə çalışın ki, biraz qısa deyək ki, arzu eləyənlərin hamısı öz arzularına çata bilsin. Hörmətli şairimizin bu çıxışından sonra musiqiyə meydan verək. Sabir Novruzov buyursun.
ilah rəhm eyləsən, aman yaman görək. Görüm canıma gəlsin sənə gələn dəmlər. Görüm canıma gəlsin sənə gələn dəmlər. Nəçin naxoş olanda təsəvvür edir, əgər qəbul edəsən. Əgər qəbul edəsən bu həqiqi naz, o məhvəş haqqına, buna mücadələ. Ahmet Cavad adına makamları Sentol'un tələbələri Hacı Malin şehirlərmiş. Bu dəfə olmasın. Bundan sonra olur. Hacı. Əhməd Cavad adına Mədəni Maarif Texnikumu Aktyorlu Fakültəsinin tələbələri Hacı Malin şeirlərini söyləyəcək. Buyursunlar. Bu dünyanı könül her gün satanlar var, alanlar var. Bu dünyada hayal ile min illerle kalanlar var. Görür dünya İskender tek, Cahangir'e aman vermi. Görür Cemşit tek bezmi, nece berbat olanlar var. Ne şad oldum toyundan mən, ne dad duydum suyundan mən. Görən bu mülk dünyada, ürəkdən şad olanlar var. Ey zülm eyləyən yarına, əğyarə vəfalı. Ey vəsli olan aşıqın aləmdə xəyalı. Çox zülm edəcəksən görünür, sən mənə eymə. Ey böyle perişan olacak könlümün halı. Bir dəfə sınavdan keçir eşq əhlinə rəhmət. Pis olsa əgər boynuma qoy onda da bağlı. Aləm çalışır tərk islah eyləyə dəhri. Hər yerdə salamət yaşasın ta ki əhali. Sən qəmzə ilə məhv eləyirsən bizi ey şu. Məncə belə zülm eyləməz heç fikri ziyalı. Ne tab edə bilməm, ne de səndən dönə bilməm. Nə çarə qılım başıma, mən başı bəlalı. Mail, mənim əhvalımı hər kim görə şayət. Düşməz dəxi eşqə, azacıq olsa kəmalı. Hardasan? Könlüm olub səndən ötrü qan, gözəlim.
Qəlbimi sıxdı yenə möhnət-i hicran. Gözəlim, burada olsaydın əgər birgə çıxardıq seyrə. Necə sənsiz eləyim seyri gülistan. Gözəlim, sənlə işrətdə olan yerləri tənha gəzirəm. Dəyişibdi elə bil hər tərəf, hər yan. Gözəlim, doğrudur, sağlığa bir qədəh içdik sənsiz. Mənə o badə göründü, elə bil qan. Gözəlim, səndən ayrı düşəli, mən elə sənsizləmişəm. Bu səfər gəldi mənim ağlıma hardan? Gözəlim, mən siz ey mahiliqa, bari bileydim necəsən. Gözlərin bunca olub durmu nigaran? Gözəlim, mailin halını indi nə soruşmaq sənsiz? Ona qürbət görünür Azərbaycan. Gözəlim, bundan sonra ey qəmli könül, ah-ı fəğan et. Gözdən qəmi canan ilə göz yaş rəvan et. Bir söz deməyə yara dilin aciz olanda, qan yaş ilə öz eşqi canana bəyan et. Qan ağlamasan yar nə bilsin, nə qəmin var. Qan ağlamağa bunca çalış, könlünü qan et. Dünya malını nəzr eyləmək yara asandır. Aşık sən əgər, yarına qurbanı can et. Eşq əhli çətin rahı nicatə yetə bilsin. Mürşidini ya Rəbb, onların piri muğan et. Göz yaşı töküb yara fəda can eləmirsən. Mail nə olar qəddüvü dərd ilə kəman et. Mənim də həyatım sözdür, şeirdir. Bir isti nəfəsəm, bir səsəm belə. İnsana niyyətim ancaq xeyirdir, şər gəlməz əlimdən istəsəm belə. Bu misraların müəllifi sevimli şairimiz Nəriman Həsənzadə buyursun. Bugün doğrudan gözəl gecədir, bizim arzuladığımız gecədir. Burada gözəl sözlər deyildi. Mənim şair qardaşlarım Səlim xan və Qabil, bizim hörmətli nazirimiz Polat Bülbülov. Polat müəllim həmişə burada gecələr açır. Ancaq bu dəfə gördüm, xüsusi təsirlənmişdi. Xüsusi təsir elədi ona. Və bugün doğrudan da mən bir rəmzi məna görürəm. Hacı Mail, sizin gecənizə Füzuli də qonaq gəlibdir. Rəmzi mənada gəlib. Burada ən yaxşı söz danışan bəyəkdən qulaq asıram. Mən Füzuliyə qulaq asırdım. Füzuli də danışır, hacı. Biz həsrətində olmuşuq bu mənəviyyatın. Nə ola, bəzi hallarda heç əl çalmayanlar, qadağanı elərlər əl çalmağı, adam eşidə, özünə gedər. Mənəviyyatı zənginləşə, haradasa özünü deşidə adam. Təkcə danışan eşitmir.
Mən burada bu şəkil o qədər xoşuma gəldi ki, Hacı, sizin ustadınıza hörmət əlamətidir. Azərbaycan xalqında böyük-kiçik məsələsi var. Bax, burada böyüyə hörmət var. Füzulini bu cür hörmətdən o şəkli çəkən rəssama eşq olsun. Bəlkə fikir sizindir. O mənanı siz verirsiniz. 60 və 500 il. Və ona görə bu gecə mənalıdır. Bu gecədə mənim görmədiyim, ancaq həddən artıq görmək istədiyim adamlar iştirak edir. Uzaqdan görürəm, müşahidə edirəm və sevinirəm. Son illərdə o qədər adamlar itirmişik, o qədər gözəl ziyalılarımızı itirmişik. İnsan özü də elə bir daxilən bir boşluq əmələ gəlir insanda. Dünya boşalır. Bu zəngin dünya boşalır elə. Mən rəhmətlik böyük şairimiz Xəlil Rzanın 40 il mənim dostum olan, ailə dostum olan Xəlil Rza Ulutürkün hər həftəsində Hacı Maili gəlirdi. Mən qaçırdım adamlardan, gedirdim Hacı Maili yanına. Hacı, Füzulidən təzə nəyi açacaqsın? Bu adam mənad. Mənad. Mən ona görə sizə qibtə edirəm. Siz Nərdaran abidəsidir bəlkə Hacı Mail. Hacı, siz o arxivlərdə o qədər klassik ədəbiyyatımızı o qədər gözəl öyrənirsiniz, o qədər onun mənasına gedirsiniz. Siz